10-cu siniflər. Bu deyəcəklərim eləsəz 11-ci sinifdə işləriniz yağ kimi gedəcək və əmin olun ki, buraxılışdan və blokdan sonra deyəcəksiniz ki, nə yaxşı vaxtında o kişiyə qulaq asmışıq, Allah kömək olsun. Ona görə uşaqlar, indidən bu deyəcəklərim edin. Buralarda birinci üstəcə işarəsinə toxunun. Daha sonra isə məsləhət və məlumat veriləcəksə, Bismillah ki. Deməli, dəyərli dostlar, siz bütün gücünüzü, sənin 100% gücün var və bu 100% gücünün 60%-ni bu il sərf elə. Yəni, bacardığın nə bacarsan, bu il gücünü sərf elə. Sən bu il bir mövzunu mükəmməl şəkildə öyrən. Yəni, 3-cü qrupsansa, sən tarixdən bu il 9 olsun, 11 olsun, yeni tarix olsun, 11-ə demək heç nə saxlamırsan. 11-ci sinifə, xüsusən də humanitar yönümlü fənlərdə 11-ci sinifə yalnız təkrarları saxla. Ümumiyyətlə 11-ci sinifi ancaq test və sınaq ili, sinifi kimi düşün. Sən bu il ancaq oxu, ancaq oxu. Yəni, müəllim riyaziyyatdan sənə, birinci qrupsan, sən gecə-gündüz riyaziyyat işləməlisən. Gecə-gündüz maksimum gücünü bu il sərf elə, gələn il isə təkrar elə. Hətta yay tətilindəsə inşallah bizim yay qruplarımız olacaq. İndi gələn yay bu yayda oldu. Gələn yayda belə biraz 5-10 gün dincəldin, yəni həftənin 3 günü dincəl, 4 günü var gücünlə çalış. Yəni birinci qrupsansa, sən də riyaziyyatı qəti şəkildə əlindən yerə qoymamalısın. Yolda gedəndə aç bir dənə misalı qoy qabağına, başla onu işləməyə. Aç YouTube-dan faydalan, onlayn dərsdən faydalan, əyani faydalan. Məktəbdəsən, sinifdəsən, qaç müəllimdən bir dənə şey soruş. Ola bilməz ki, o sənə nəyisə izah eləməsin. Qısasını ümumiləşdirirəm. Bütün gücünüzü, yəni öyrənmə ili olur 10-cu sinif, ümumiləşdirmə və toparlama ili isə olur 11. Çünki 11-də sən davamlı sınaqlara gedəcəksən, sınaqdan sınağa artırmalısan. Sən oxumayandan sonra, səbətində bir şey olmayandan sonra nəyi artıracaqsan? Baxın, uşaq gəlir bizim yanımıza, başında bir şey yoxdur, qavraması yoxdur, yaddaşı da yoxdur, məsuliyyəti yoxdur. Nə olsun, sən ölkənin ən yaxşı müəllimlərindən birisin. Öyrədə bilərsən, öyrədə bilməzsən, mümkün deyil, müəllim fokus eləyə bilməz. Bildiniz? Yəni, sən də 10-cu sinifin səbətini tam olaraq doldurursan, yəni ehtiyatını, sursatını götürürsən, 11-ci sinifdə gedib döyüşə girirsən. Və bu döyüşə də rahat girmək üçün təbii ki, 10-cu sinifi sağlam qurmaq lazımdır. Bu qədər. Yəni, bunu mütləq edin. Mən sizə növbəti həftələrdə başlayacaq 10-cu siniflər üçün qruplarımıza dəvət edirəm. 3-cü qrupları, 1, 2, 4, 5, bütün qrupları, buraxış qrupları ayrı olur, 3-cü qrupları ayrı olur. Sizləri onlayn dərslərə dəvət edirəm. Qiymət münasibli, əl çatanda hər büdcəyə uyğundur. Eyni zamanda keyfiyyət qiymətin ən azından 3-5 qatıdır. Əyani hazırlıqda şəxsən mən özüm əyani hazırlıq keçsəm, həmin o keyfiyyətə şagirdə 2 qat, 3 qat baha belə olsa onu ötürə bilmərəm. Ona görə yəni mən şiddətlə onlayn dərsləri tövsiyə edirəm. Siz o dərslərə qoşularaq, yəni canlı şəkildə burada necə mən danışıram, necə anlayırsansa, orada da eyni şeydir. 30 dənə test verilibsə, 30-unu da dənə-dənə hər birini izah edirik. Canlı olaraq gözünüzün qabağında. Yəni video atım get bax belə yox. Canlı olaraq bir-bir izah. Amma burada təsəvvür edin sinifdir. Biri sual verdi. 2 sual. Nə qədər sual verə bilərsən dərsin? Nə qədər sual? O zaman 2 dənə, 3 dənə sual verəcəksən. 20 nəfər, 30 nəfər oturursan. 2-3 dənə sual verəcəksən maksimum. Amma orada istədiyin qədər sual versən, zaten sualına da ehtiyac yoxdur. Mən o zaman dənə-dənə hər şeyi izah edirəm. Eyni zamanda digər bütün müəllimlərdə də bu şəkildə. Siz bizim 3-cü qrupsansa Azərbaycan dilindən mütləq bu qrupları tövsiyə edirəm. Həm mən, həm də Ayşə müəllimə bərabər Ayşə müəlliməsinin mətnlərini elə gözəl eləyəcək ki, elə gözəl hazırlayacaqsınız. Yəni ancaq toplu bunu yox. Seçib xüsusi lazımlı testləri işlədəcək, qurtardı. Bilirsən ki, yəni adam nə deyir, onu elə qutarı getdi. Mən sizə bunu tövsiyə edirəm. Ədəbiyyat dərsdə canlıda 2 saat, 2 saat yarım, 3 saata qədər canlı açır Ayşə müəllimə. Və canlıda edəcəksən, artıq sənin ədəbiyyatın biləcəksən ki, 6 ayın, 8 ayın içində hazır. Yəni bu qədər rahat və əmin deyirəm. Eyni zamanda tarix, riyaziyyat və ingilis dili digər bütün fənlər haqqında da bu sözləri hər birini atlaşa bilmirəm. Eyni sözləri demək olar. Belə uşaqlar, bizim bu qruplara qoşulmaq üçün 055 597 01 51 nömrəsinə yazırsınız və qruplara qoşulursunuz. Və bir məlumatı da mütərcim içərisində mütləq qeyd edim ki, qrupa qoşulan şagirdin heç olmasa orta səviyyədə məsuliyyət olmalıdır. Bazı istəmirəm sizdən. Məsuliyyət olmalıdır. Sonra gələn uşaqları bir-bir yoxlayırıq, qəbul edirik. Və eyni zamanda bir şey də qeyd edeyim ki, onlaynda da biz şagirdlərlə ayrı-ayrı görüşürük. Onlar haqqında məlumat alırıq.
Daha sonra dərslərə başlayırıq. Onlayn qoşulmusana, baxmayaraq ki, onlaynda yenə də səninlə ayrıca görüşürük, tək özünlə, valideyn iştirakı ilə görüşürük, səndən məlumatları alırıq, ondan sonra səni dərsə qoşuruq ki, yəni bəlkə səni demək istədiyin, soruşmaq istədiklərin var, qrupda soruşa bilmirsən, səni də ayrı tanıyaq və hər şagird haqqında da ayrıca qeydlərimiz olur. Zəif olanda da, məsuliyyətsiz olanda da, yaxşı olanda da hər bir şey haqqında ayrıca bizim qeydlərimiz olur. Hər birinizə uğurlar arzulayıram. İnşallah dərslərdə görüşərik. Hələlik.